Avrasiya materikinin əsas adaları ilə tanış olaq. Deməli, Şimal Hissədə Vrangel. Vrangel adasının şərqi qərbdə, qərbi şərqdə adlandırılır. Çünki Vrangel adası 180 dərəcəlik meridian kəsdiyi üçün şərq hissəsi qərb yarımkürəsinə düşür. Deməli, qərb hissəsi isə şərq yarımkürəsinə düşməkdədir. Daha sonra Novosibir adalarının adını qeyd etmək olar. Bura Anju adalarını mütləq şəkildə bildirmək lazımdır. Daha sonra Severnaya Zemlaya adalarının adını qeyd etmək lazımdır. Novaya Zemlaya adaları qərbə doğru getdikcə bizi qarşılayır. Vaykaç adası və Kolguyev adalarının adını burada qeyd etmək lazımdır. Frans İosif torpağı Rusiyaya məxsusdur. Deməli, Şpitsbergen adaları deməli müvafiq olaraq Norveçə məxsusdur. Bu adını qeyd etdiyimiz adalar hər biri deməli materik mənşəlidir. Daha sonra Jan Mayen adalarını qeyd etmiş olar ki, Norveçə məxsusdur. Farer adaları Danimarka, Shetland Böyük Britaniya, Orkney adalarının adını qeyd etmiş olar ki, bunlar da müvafiq olaraq materik mənşəlidir. İslandiya adası ən böyük vulkanik mənşəli adadır. İslandiya dövlətinin tərkibindədir. Böyük Britaniya və İrlandiya adaları materik mənşəlidir. Bu hissədə Zelandiya adasını qeyd etmək lazımdır ki, Danimarka dövlətinin paytaxtını təşkil etməkdədir. Deməli, materik mənşəlidir. Daha sonra deməli Korsika adası, Sardiniya adası, Siciliya adası, deməli Krit adası, Kipr adası mövcuddur ki, bunların hər biri də deməli materik mənşəlidir. Daha sonra Sokotra adasını söyləmək olar ki, Yəmənə məxsusdur, materik mənşəlidir. Deməli, bu hissədə Şri-Lanka adasının adını qeyd etmək olar. Maldiv adaları mərcan mənşəlidir. Andaman adaları deməli və Nikobar adaları müvafiq olaraq mərcan mənşəli adalara qeyd etmək lazımdır. Lakkadiv adaları da eyni zamanda mərcan mənşəli adalar siyahısına aiddir. Bu hissədə Zond arxipelagi yerləşir. Gördüyünüz bu böyük adalar böyük Zondu təşkil edir. Bunlar müvafiq olaraq materik mənşəlidir. Kiçik Zond adalar isə vulkanik mənşəlidir. Sumatra adası, Yava adası, Kalimantandır. Deməli, Sulawesi adasıdır. Deməli, bunlar müvafiq olaraq materik mənşəli yerdə qalan Flores adası, bu hissədə Bali adası var, Moluq adası var, Timor adası var ki, bunlar da ki, deməli, kiçik Zond adalarını təşkil etməkdədir. Vulkanik mənşəli adalardır. Filippin adaları ümumilikdə, deməli, böyük adaları Luzon və Mindanao materik mənşəli yerdə qalanlar deməli, vulkanik mənşəlidir. Tayvan və Hainan adaları materik mənşəli adalar siyahısına aiddir. Rükü adaları, Nansi adaları da adlandırılır. Bu vulkanik mənşəli. Yapon adaları, böyük adalar, Hokkaido, Honshu, Shikoku, Kiçik Şimaldan Cənubu, bunlar müvafiq olaraq deməli materik. Yerdə qalanlar isə vulkanik mənşəli adalar siyahısına aid edirlər. Saxalin adasının adını qeyd etmiş olar. Kuril adaları deməli vulkanik mənşəlidir. Saxalin adası materik mənşəlidir. Oxot dənizinin içində İona adasının adını qeyd etmiş olar. Bering dənizinin içərisində müqəddəs Lavrenti adasını qeyd etmiş olar. Müqəddəs Lavrenti körfəzi də mövcuddur ki, bu da müvafiq olaraq yerləşir şərqi deməli Şimali Amerikanın şərq hissəsində yerləşən ada körfəzidir. Ümumilikdə deməli Avrasiya materikinin deməli adalarına bu hissədə Palavan adasını qeyd etmək olar ki, bu da deməli Filippin adalarının siyahısına daxildir. Deməli və biz Avrasiya materikinin deməli əsas adalar sistemi ilə tanış olduq.